Salam tünətlər, bu videoda fizika inkişaf blokunda qarşıya çıxa biləcək 3 və 3 saat matematik suala bir avtomatik bir şəkildə izləyəcəm ki, suala daha rahat və daha ətraflı bir şəkildə başlaya biləsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyə, kanala abunə olmağa və videolara şərh yazmağı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli ki, birinci sualımızdan davam edək. Müqavimət sıfırdan başlayan qapalı keçişi kontrol edilmiş müstəvidən keçən maqnit nə qədər dəyişməlidir? Naqilin kesinə keçən elektronlar sayı 6 və 10-18 olsun. İlk öncə mən gəlin belə bir dənə düz su yazaq. Deməli, I bərabərdir, U bölünsün R. İndi mən buradan U bərabərdir, epsilon deyirəm. Çünki onun da vahidi voltdur, epsilon da vahidi voltdur. Onda belə kimi olur. Epsilon bölünsün R. İndi mən buradan epsilon tapsam, epsilon bərabər nəyə? I-yerə. Bunu buradan tapdım. İndi epsilonun belə bir dənə düz su var. Epsilon bərabərdir, delta phi bölünsün delta t. İndi epsilon bərabərdir I-yer isə mən bu ifadəni gəlib burada yeni yazadam. Yəni I-yer bərabərdir nəyə? Delta phi bölünsün delta t'yə. Bunu buradan bildim. İndi i'nin də belə bir düzü var. I bərabərdir. Deməli Q bölünsün T. Q də bir yana nədir? NY-dir. Onu da yeni yazam nə? NY. Olur neçə? Deməli NY bölünsün T'yə bərabər olmuş olur. İndi mən bu I bərabərdir NY bölünsün T ifadəsini gəlib burada yeni yazıram. Olur nə? Belə kimi olur. NY bölünsün T vurulsun R bərabərdir nəyə? Delta phi bölünsün delta T'yə. Son olaraq burada T və delta T'də buna x x sayı gedir. Yəni T və delta T buna x sayı gedir və bu da qalır nə? N vurulsun Y vurulsun R bərabər nəyə? Delta phi'yə. İndi mən buradan delta phi'ni tapmaq istəsəm, delta phi bərabər yazsam N vurulsun Y vurulsun R. İndi N nə qədərdir? Buradan baxırıq. 6 və 10-18. Yeni yazsam nə? 6 və 10-18 deməli bərabər nə? 6 və 10-18. Elementar yük 1.6 və 10-9'u 1.6 və 10-9. R nə qədərdir? Ona bir dənə baxaq. R də bərabərdir. Burada verir 0.5. Yeni yazsam nə? 0.5. Deməli vurulsun neçə? Deməli 0.5'ə 0.5'ə. İndi burada 10-18 10-19. Bu bizə verir neçə? 10-1. İndi 6'nı 0.5'ə vurdum elədi 3. 3'ünə 1.6'ya vurdum elədi neçə? 4.8. İndi 10-1 olduğu kimi qalır. 4.8'i belə yazıram. 48 vurulsun. Deməli 48 vurulsun 10-1 şəklində. İndi burada 10-1'lər vurulur. Olur neçə? 10-2. Vurulsun neçə? 48. Bu da bizə verir 0.48. Deməli cavabımız nə olacaq? 0.48 V1 olmuş olacaq. Deməli cavabımız olacaq neçə? 0.48 V1. Deməli cavabımız olacaq neçə? 0.48 V1. İlk növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda biz magistrasına daxil elektronların dövlətli tezliklər arasında hansı münasibəti doğrudur? Biz ilk öncə gəlin sürət düzsünü yazaq. V bərabərdir 2πr'in. Bunu yazdım. İndi mən burada biz magistrasına söhbət etdiyi üçün n bərabərdir mü deyə bilərəm. Burayı yazan nə? Deməli V bərabərdir. Deməli 2πr mü. Bu ifadəni yazdım. Sonra buradan tapam nəyə tezlik? Tezlik nəyə bərabərdir? V bölünsün 2πr. Deməli V bölünsün 2πr. İndi V-nin də belə bir düzsü var. NV bərabərdir QBR. NV bərabərdir QBR. Və mən, yəni mavi qəbir. İndi mən buradan V-ni tapsam V bərabərdir QBR bölünsün M. Yəni QBR bölünsün M. İndi V bərabərdir QBR bölünsün M düzsün mən burada yeni yazam. Olur nə? Deməli M bərabərdir. Deməli V bölünsün 2πr. Deməli mən burada M bərabərdir V bölünsün 2πr düzsün mən buradan yazam. Olur belə kimi. M bərabərdir. Deməli V bölünsün 2πr. Bunu buradan bildik. İndi bu da bərabərdir. Ben kimi yazdım. QBR bölünsün nə? M bölünsün nə? 2πr. 2πr. Burada elə ixtisara gedir. Qalır nə? Deməli QB bölünsün 2πm. Yəni QB bölünsün nə? 2πm. Bunu buradan yazdım. Yəni qısaca düzsümüz olur belə kimi. M bərabərdir. Deməli QB bölünsün nə? 2πm. Deməli burada M yükdən B'dən bir də M'dən asılıdır. İndi mən buradan görürəm ki eyni bir cism magnetisası deyənə B sabit. Yəni olduğu kimi qalır. Yəni B bərabərdir konstant. Bunu buradan bildim. Yüklər eyni olduğu üçün yəni ikisi də elektron olduğu üçün deməli M'lər də bərabərdir. Yəni M bərabərdir konstant və yük də bərabərdir konstant. Mən buradan görürəm ki yükdə konstantdır, B-də konstantdır, M də konstantdır, pi sabitdir, 2 də sabitdir. Onda bəlkə ki M nə olur? Dəyişmir. Olduğu kimi qalır. Yəni M bərabərdir konstant olmuş olur. Və sual verə bilərsiniz ki, bəs V-lər fərqli də xəbəsin yəni M-lər dəyişmir. Çünki M-nin düzsündə sürət yoxdur. Çünki M bərabərdir bunu bir dənə yazın. M bərabərdir QB bölünsün 2πm'dir. Burada yük var, B var və M var. Burada sürət olmadığı üçün M sürətdən asılı. Yəni sürəti 2 dəfə artır, 3 dəfə artır, 4 dəfə artır fərqi yoxdur. Yəni M dəyişməyəcək, olduğu kimi qalacaq. Ona görə M dəyişməz. Yəni M1 M2'yə M1 bərabərdir M2, o da bərabərdir konstant. Buna da uygulanan cavab hansıdır? Buradan baxaq. B variantı olmuş olacaq. İlk növbəti sualımıza. Son sualımızda 3-cü sualda induksiya xəttlərinə perpendikülər istiqamətdə bir cism magnetisası daxilində 2 protonun mərkəzi qaçma təcili arasında hansı münasibətləri doğrudur? İlk öncə gəlin belə yazaq. F bərabərdir MA.
İndi mən buradan ana tapsam nə olar? A bərabərdir F bölünsün M. F bölünsün M. İndi F bir yandan nədir? Qüvvədir. Qüvvə də nəyə bərabərdir? F Lorentz. Onda belə kimi yazıram. F Lorentz bölünsün nə? M. F Lorentz bir yandan nədir? F Lorentz yəni Lorentz kütlesi bərabər nəyə? QVB-yə. İndi buradan yazıram nə? QVB bölünsün M. Yəni QVB bölünsün nə? M. Mən belə kimi bir düz salam. A bərabərdir. A bərabərdir. QVB bölünsün nəyə? M-ə. Deməli A bərabərdir QVB bölünsün M. İndi burada bizə deyir ki, həm A1 həm də A2 onların tərkibləridir tap. İndi gəlin belə kimi şey eləyək. Deməli burada bizə 2 dənə proton verilib. V1 bərabərdir V və V2 bərabərdir 2V. Onda mən buradan A1-in A2-yə olan nisbətini tapmış olsam, birinci baxam nəyə? Görürəm ki, ikisi də eyni yük, yəni proton olduğu üçün yüklər birbirine bərabərdir. Yəni burada Q sabit olduğu kimi qalır. Eyni birinci maddəsi olduğu üçün B də sabitdir. B də sabit olduğu kimi qalır. Eyni yüklər olduğu üçün bunlar kütlələr də birbirine bərabərdir. Niyə? Çünki ikisi də proton bir-birdir. Yəni burada yüklər də eynidir, kütlələr də eynidir. Yəni Q1 bərabərdir Q2, o da bərabərdir 1-ə. M1 bərabərdir M2, o da bərabərdir 1-ə. Ona görə burada yük də sabitdir, M də sabitdir, B də sabitdir. Deməli A sadəcə nədən asılıdır? V-dən. Onu belə kimi yazıram. A1-in A2 olan nisbəti nəyə bərabərdir? V sürətli olduğu üçün V1-in V2 olan nisbətinə. Deməli V1 nə qədərdir baxırıq? V1-ə baxırıq. V1 V-dir, V2-dən nədir? 2V-dir. Onu belə kimi yazıram. Deməli V1 V-dir, V2-də 2V. V-də buradan x qədər qalır neçə? 2-də 1. Onda A1-in A2 olan nisbəti 2-də 1. Yəni belə kimi yazıram. A1 bölü A2 bərabər nəyə? 2-də 1. İndi mən buradan A2-ni tapsam nə olar? A2 bərabər olar 2-nə vuram A1, yəni 2A1-ə. Onda A2 bərabər 2A1 buradan almış olaram. Yəni cavabımız olacaq neçə? A2 bərabər 2A1. Yəni Y variantı olmuş olacaq. Belki bu videoda fizikanın inkişaf blok imtahanında qarşına çıxa biləcək 3 və 3 saat məlumatı suallar bir matematik bir şəkildə izah edin ki, suallar daha rahat və daha ətraflı bir şəkildə başa biləsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.